Bugün mobilografiya kursumun tələbələri ilə birlikdə peşəkar çəkiliş studiyası olan Qarmediadayıq və işlərimiz isə həddən artıq çoxdur. Həm podkast, həm reels videoları üzərində işlədik, həm də düzgün işıqlandırma, dekor quruluşu və telefonla çəkiliş texnikaları haqqında danışdıq. Tələbələr öyrəndilər ki, peşəkar bir çəkiliş üçün yalnız yaxşı telefon yetərli deyil, düzgün işıq, uyğun arxa fon, balanslı kadr quruluşu və əlbəttə ki, səsin keyfiyyəti də ən az görüntü qədər vacibdir. Studiyada fərqli işıq mənbələri ilə işləyərək softbox və RGB işıqların necə istifadə olunmalı olduğunu öyrəndik. Həmçinin işığın vurulma bucaqlarının çəkilişə necə təsir etdiyini yerindəcə sınaqdan keçirdik. Telefonla çəkiliş zamanı hansı bucaqdan çəkməyin daha ideal olduğu, çərçivənin necə qurulmalı olduğu və səhnəyə uyğun işıq-səs balansının necə yaradılmalı olduğu kimi vacib detallara toxunduq. Tələbələr özləri həm çəkdilər, həm qurduqlarını analiz etdilər, həm də peşəkar kontentin sadəcə bahalı avadanlıqla deyil, düzgün yanaşma ilə mümkün olduğunu bir daha gördülər. 20 iyunda başlayacaq növbəti mobilografiya təlimi səni gözləyir. Elə indicə şərh yazıb bizə müraciət edə bilərsən. Tələs, çünki yerlərimiz məhduddur.